Kışın hazırlığı kənd yerində yay aylarından başlayır. Ağacı çırpmağa çubuğu götürmüşdüm. Çubuq da dözməli sındı getdi. Dədə baba qaydasından sirkəlib yığmalı oldum. Bunu yığan zaman yumşaqların yox, bəklərini yığmağı daha vacibdir burada. Amma yumşaqlarını götürüb kompot eləmək olar və yaxud beləcə yemək olar. Bunun qabığını alınan qədər nazik formada soymağı lazımdır. Daha kartof kimi yox da. Ruşkanın köməyi ilə tumlarını çıxarıb ayırıq qırağa. Sonra bir sodanı töküyorlar. Sodalı suda bir saat yarım kimi qalmalıdır. Bundan sonra əlimizlə süzüb onu götürürük. Tekrar bir dənə aş üzərindən süzürük onu. Hər kiloqramına tumsuz ərikdən söhbət gedir. Hər kiloqramına 1 kiloqram şəkər tozu, 1 stəkan su əlavə edib qoyuruq bişməyə. Bir dəfə qaynayır, arası 15-20 dəqiqə gözlədirik. Ondan sonra bir yarım saat sonra tekrar bir dənə qaynadırıq. Ondan sonra hazır. Qış üçün depomuzu yığmağa başlamışıq. Hazırlayacaq olanlara nuş olsun.